Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme ya muallime Adem ve İbrahim allimna ve fehime Süleyman fehimna. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilmen ve amelen salihan ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, biz artık 16. derste İzad Akademiyası'nın Əqidə dersliyində 3-cü müstəvidə. Deməli, mövzumuz da kiçik davam edirik mövzunu. Və keçən dərsdə biz riyada qalmışdıq, riya məsələsində. Və bugünkü dərsdə yenə riya mövzusunu davam edəcək və süm'a deyilən bir şey eşitdirmək. Riya nədir? Göstərişdir, göstərmək. Süm'a eşitdirmək ki, bunların arasında lüğəti mənadan da bilinən bir şeydir, amma şəri cəhətdən də bunların arasındakı fərq və bunlara dair misallar gələcək inşallah. Deməli, riya göstəriş və süm'a, yəni eşitdiriş, yəni göstəriş, eşitdiriş ilə oxşardır. Arasındakı fərq, yəni bununla riya ilə süm'a arasında, yəni göstərişlə eşitdirmək, eşitdirişlə deməli arasındakı fərq. Riya, indi bir bunları izah edir. Riya nədir? Riya görsənən əməl üçündür. Yəni üzdə görsənən bir şeylər üçün onları göstərməklə insan, Allah korusun, riya etmiş olur, göstəriş etmiş olur. Məsələn, yəni nədir riya? Görsənən əməl üçündür. Görsənən əməllərə aiddir bu riya. Məsələn, namaz, sədəqə, həc və cihad kimi. Bunlar hamısı, namaz olsun, sədəqə, həc və cihad, bunlar hamısı süm'a isə eşidilən üçündür, eşidilən əməllər üçün. Quran, məsələn, qiraəti, moizə, yəni vaaz, yəni nədir? Təbliğ, yəni bir moizə də deyirlər və zikir kimi, yəni bu cür Quran qiraəti, tilabəti və yaxud moizə, xütbə, zikir və s. nədir? Yəni insanların eşitdiyi bir şey, bu nədir? Onları insan başqalarına eşitdirirsə, bu süm'a adlanır. Deməli, bunların arasındakı fərq oldu. Riya görsənən əməlləri insanlara göstərmək üçün göstərəndə nə olur? Riya olur, göstəriş olur. Süm'a isə eşidilən, belə deyək, əməlləri insanlara eşitdirəndə nə olur? Bu da süm'a olur, eşitdiriş, belə deyək. Ondan başqa süm'anın içinə məsələn nələr girə bilər? Ola bilər xütbə, zikir kimi deyil, o da namaz ola bilər. Amma necə? Namazı və yaxud burada misallar nədir? Sədəqə, həc və cihad. Bunları məsələn insan biri var etdiyi anda, görsənən əməldə etdiyi anda insanlara göstərsin, bu nə olur? Riya. Bir də ki, bunu etdiyi anda məsələn gizlində edib, yəni təklikdə edib məsələn və yaxud indi insanlara eşitdirdiyi insanların görmədiyi bir halda edib, yəni onların yanında etməyib, başqalarının yanında edib. Ola bilər eyni əməl həm riya ola bilər, həm süm'a ola bilər. Riya necə? Kimlərə hal-hazırda həmən, yəni o əməli etdiyi anda göstəribsə, bu artıq göstərişdir, riyadır. Sonra bu əməl məsələn olandan sonra insanlara eşitdirir, məsələn xəbər verir. Xəbər verir ki, məsələn bu cür, buradakı misallar üzərindən desək, bu cür, məsələn gecə namazına təhəccüdə qalxdım, namaz qıldım. Göstərmir. İnsanlar artıq o təhəccüdə olanda heç onu görmədilər. Göstərməyə adam yox idi. Amma eşitdirir. Bu artıq nə olur? Həmən əməl süm'a deyilən eşitdirişə, eşitdirməyə daxil olur və yaxud sədəqə verəndə məsələn görməyiblər, amma eşitdirir, insanlara xəbər verir. Bu nədir? Eşitdirişə, eşitdirməyə aiddir. Süm'a dediyimiz həc, cihad da eyni şəkildə. Burada bəzi hallar var. Dərsimiz elə bu qədər gördüyünüz kimi yarım səhifə. Burada ona görə paralel olaraq eyni zamanda da dərsin sonuna buraxmayaq. Elə eyni mövzu ilə bağlı aparılan bəzi qeydləri, şeyxlərimizin şərhlərindən olan bəzi qeydləri sizə də çatdırım. Deməli, nədir riya ilə bağlı? Deyirlər, bu çox incə məsələlərdəndir, qəlb məsələ. Çünki biz nə dedik? Bu kiçik şirkin biz ikinci növündəyik. Nə? Xəfi şirk. Xəfi gizli şirk. O da nədir? Hamısı biz dedik ki, nədir? Niyyətlərlə, məqsədlərlə, nə? Yəni qəlblə bağlı olan bir şeylərdir. Bunu bir insan özü bilir. Bir də ki, şübhəsiz ki, ondan ən yaxşı, gözəl şəkildə Rəbbi bilir. Yəni ta bu
şeyi dilə gətirmədən və ya göstərməyə, büruzə vermədən qəlbdəkini bir-birimizin qəlbini kim bilir? Heç kim bilməz. Allahdan başqa qəlbləri bilir. Heç kim bilməz. Amma insan artıq onu nədir? Bir əməl edir. İndi əməli həqiqətən Allah üçünmü edir? O insan üçün, ona baxan insan üçünmü edir? Ona göstəriş üçünmü edir? Eşitdirmək üçünmü edir? Bunun artıq nədir? Bu qəlbə aiddir, qəlbi əməllərdir. Ona görə çox incə, dəqiq, yəni məsələlərdəndir ki, insan hər kəs, hər birimiz buna diqqət yetirməliyik. Qəlbimizi nədir? Əli radiyallahu deyir ki, mən deyir, cihad etməkdən yorulmadım, cihad etməkdən yorulmadım, niyyətimi təzələməkdən yoruldum ki, ora Allah rızasından başqa bir şey girməsin. Bu hamısı qəlbə zahirən hamısı eyni əməl edir. O da namaz qılır. Sən də, mən də hamı namaz qılır. Amma kim nə üçün qılır? Nə dərəcədə ixlasdır, ixlaslı deyil. İxlasın bir hissəsi var, bir hissəsi dünyalıq üçündür, Allahdan başqası üçündür. Nədir? O artıq qəlblərə aid, niyyətlərə, məqsədlərə aiddir. Ki Allah hamımızın niyyətini islah eləsin. Amin. Allah bizi bütün xeyirlərə müvəffəq etsin və onlara hamısını yalnız və yalnız Allahın razılığını qazanmaq üçün edən qullarından eləsin. Amin. Deməli, bu nədir? Riya bu cür incə qəlbi məsələlərdəndir. Deməli, riyaya nələr daxildir? Bəzi bu barədə ümumiyyətlə kitablar çoxdur. Ən gözəl kitablardan biri şübhəsiz İbn Qeyyimin Tabibul Qalb, yəni onun qəlbin təbibi olaraq alimlər adlandırır. Çünki qəlbə bir çox digər, yəni İbn Teymiyyənin də var, məsələn, digər onun öncəki, ondan sonraki alimlərin də var. Hətta bizim bu Zad Akademiyasının deməli, İslami tərbiyə deyə bir fənni var, 7 fəndən biri. Orada 4 müstəvi, bütün fənlərdə 4 müstəvidə əqidədə olduğu kimi, məsələn, biz indi 3-cü müstəvidəyik, 4-cü qalıb. İnşallah Allah bizə onu da tamamlamağı nəsib eləsin, başlayıb tamamlamağı. Deməli, İslam tərbiyəsi fənnində 4 o da müstəvidir. O müstəvilərdən biri qəlb əməlləri və tədavisi, yəni müalicəsi. Qəlb əməlləri qısa olaraq. Əlhamdülillah, bu cür bir müstəvi, bir cild sırf qəlb əməlləri ilə bağlıdır ki, Allah nəsib eləyərsə onları da inşallah bizim həftədə bir dəfə də olsa İslam tərbiyəsi ümumiyyətlə o fənnini 4 müstəvisinin 4-ündə həftədə bir dəfə də olsa digər bu dərslərdən əlavə olaraq dərslərə salmaq niyyətimiz var. Sadəcə imkan, yəni vaxt baxımından imkan yoxdur. İnşallah imkan olan kimi eləyəcəyik. Çox faydalıdır. Orada qəlb əməlləri hamısı gətirir, qəlb xəstəlikləri gəlir, onların səbəbləri gəlir. Səbəblərdən sonra belə başlı-başına bizi buraxmır. Bu xəstəlikdir, bu səbəblərdir, yox. Üstəlik onların nədir? Müalicəsi də, əlhamdülillah müalicəsi də zikr olunur o müstəvidə. Deməli, nədir? Və bu xəstəliklərdən biri bəzən görürsən ki, insan, yəni o xəstəliklərdən ki, bu xəstəlikdir, qəlbi xəstəliklərdəndir, ən təhlükəli. Özünü, belə deyil, salamatda sayır. Özünü salamatda sayır. Bəzi əməlləri, bəzi sözləri ümumiyyətlə heç ona aid olduğunu belə dərk eləmir. Heç, yəni fikrindən belə keçmir ki, bu ona aid ola bilər. Məsələn, bu əməllərdən biri nələr riyaya daxildir? İndi bəzi əməllər oxuyacaq, riyaya daxil olan və riyaya daxil olmayan şeylər də oxuyacaq. Bəzən əksinə insanlar elə bilir ki, bu riyadandır. Əslində riyadan deyil. Məsələn, riyaya daxil olan əməllərdən bəziləri nədir? Məsələn, indi kitabların adı kimlərdir və s. onu deməyəcəyik. Dərsimizə ixtisar eləmək üçün bəzi qeydlər var. Dərsimiz qısadır amma yenə də. Deməli, bəzi insanlar məsələn nə edir? Özünü insanlar arasında qınayır. Yəni, məsələn deyir ki, imanım çox zəifdir, Allah məni islah eləsin. Yəni, özünü insanlar arasında qınayır, filan şey, məsələn, müəyyən əməllər, müstəhəb əməllər ola bilər, edə bilmirəm və yaxud müəyyən məkruhlar var, onları tərk edə bilmirəm. Bu cür özünü insanlar arasında qınayır, danlayır, özünün yəni iman cəhətdən, təqva cəhətdən naqis olduğunu məsələn insanlara verir, amma bu şeylərin arxasında nədir? Arxasında bir də görsən nədir? İnsanlar ona təvəzzökardır deyə desinlər və yaxud imanı güclüdür, bax, yəni heç riyakarlıq eləmir, özünü məsələn
belə salih, mömin bəndə yerinə qoymur, əksinə özünü, yəni imanında, təqvasında naqis və s. Bu da imandan gələn bir şeydir. Yəni çox təvəzzökar insandır və s. Bu cür onu tərifləsinlər, məth etsinlər deyə bunu deyirsə, yəni bu da Allah qorusun nədir? Həmən riyaya daxildir. Riyaya daxildir. Ondan sonra şeyximiz də dediyi kimi bu şeydən ümumiyyətlə bu təkcə bu misaldan yox, ümumiyyətlə bu riya və s. sunnadan yəni çox az insan qurtulmuşdur. Sonra həmçinin riyaya nələr daxildir? Ümumiyyətlə şirkə ki, bu kiçik şirkin növlərindəndir, xəfi növündəndir. Deməli, bəzi əməllər, Allah üçün edilən əməllər, yəni itaət növündən, məsələn, oruç tutan ki, 1-4, həftənin 1-4 dediyimiz bizə görə 1-4-dür. Ərəblərdə 2-5 sayılır. Yəni ki, bazar ertəsi və cümə axşamı dediyimiz Türkiyəllər pərşənbə deyil. Deməli, bu günləri məsələn oruç tutmaq istəyir insan. Və məsələn, biri var insanlar tutur, aydın məsələ insanlar desin ki, bu aydında hamımızın bildiği bir riyadır. İnsanlar desin ki, bu hücum nafilə oruç tutandır vesaire vesaire. O aydın məsələdir. Bir də məsələnin digər tərəfi var. Məsələn, əksinə, insan digər insanlara görə o faydalı, yəni itaət növündən olan, Allaha yaxınlaşdıran əməllərdən, ibadət növündən olan əməli tərk edir əksinə. Əksinə tərk edir. İki səbəb ola bilər. Başqa səbəblər də ola bilər. Bizim əsas toxunacağımız iki səbəb. Ola bilər insanın, məsələn, insanların qorxusundan tərk edir. Qorxur ki, məsələn, nə deyərlər, nə deməzlər. Yəni o başqa, o da nədir? Şirkə girər, ümumiyyətlə kiçik şirkə girər ən azından. Bir də var ki, insanlar elə bilər ki, bu riya edir deyə tərk edir. Yəni eləmək istəyir əslində. İstəyir bu əməli Allah üçün eləmək istəyir, amma nəticədə neyinir? Qorxur ki, birdən insanlar deyər ki, buna bax, yəqin riyakarlıq edir, bu bax, sədəqə verdi, bax, nafilə oruç tutdu, bax, təhəccüdə qalxdı və s. Bunu nədir? İnsanların, belə deyək, həmin o ictimai rəy məsələsi ki var, o da şirkin növlərindəndir. Həmin o insanların rəyi nə görə, nə deyərlər deyənə ki, riyakarlıq deyərlər və s. edir. Buna görə o əməli tərk edir. Əslində itaət əməli eləməlidir. Əslində bu cür insan, bu şeylərlə rastlaşan insan nə etməlidir əslində? Yəni Allaha sığınıb şeytandan, şeytanın vəsvəsələrindən, öz nəfsindən Allaha sığınıb, yəni Allaha itaət, ibadət növündən olan əməlləri bacardığı qədər etməlidir. Bacardığı qədər etməlidir. Və bu gələn vəsvəsələri özündən dəf etməlidir. Deyərlər riyakarlıq elə və s. Əsas odur ki, sən Allahla sənin aranda düz ol, ixlaslı ol. İnsanlar nə deyirsə desin. Nə deyirsə desin. Bu nədir? Bu da deməli şirkin önə. Ona görə burada əsas nədir? İxlas. İxlas nə sayılır? Yəni həm həmən o əməli, Allaha itaət, ibadət növündən olan əməli sırf Allah üçün edəcəm və o əməli insanların qınağındanmı, qorxusundanmı, hər hansı bir insanlara görə tərk etməyəcəm. Yəni əməli tərk etməyəcəm, amma edəndə də Allah üçün edəcəm. Bu da nə olacaq? Bu da tam ixlas olacaq. Allah hamımıza ixlas nəsib eləsin. Əməllərdən. Ondan başqa bəzi ayələri oxuyuruq, bəzi hədisləri, yəni riya ilə bağlı ki, iki növ var. İnternetimiz yenə gelmişdi. Deməli bu münafiqlərin əlamətlərindəndir riya. Riyakarlıq, özünü göstərməyi və eşitdirməyi də buna daxildir. Aralarındakı fərqi keçdik. Deməli, bu nədir? Münafiqlərin əlamətlərindəndir ki, nifaq iki növdür. Böyüklük, kiçiyi və yaxud etiqadi və əməli nifaq ki, yəni tamamilə kökündən ki, bunların hökmünə dair biraz daha ətraflı gələcəyik deyə ora girməyib. Yəni əsas oranı deyək ki, bu münafiqlərin əlamətlərindəndir. Məsələn, ayələrdən birində Allah Subhanahu taala buyurur ki, onlar namaza durduqları zaman tənbəlliklə qalxarlar. Namaza qalxdıqları zaman tənbəllik edərlər və Allahı yalnız az zikr edərlər. Az zikr edərlər. Deməli, nədir? Münafiqlərin əlamətlərindən nə oldu? Namaza tənbəlliklə qalxmaq. Yəni Allah üçün etmirlər bunu. Tənbəlliklə qalxarlar və nə edirlər? Həmçinin Allahı az zikr edərlər. Başqa yerdə
Maun suresinde. Onlar Allah subhanahu teala nedir? فَوَيْلُ لِلْمُسَلِّينَ Vay olsun namaz kılanların halına. O kılanların halına ki onlar namazda səylənkardırlar. Səhun. Orada indi təfsiri cürbəcürdür. Namazı vaxtında, rükünlərin şərtlərini yerinə yetirməmək və çoxlu yanlışlar. Amma orada an salatihim səhun. Ona görə bəzi sələflər deyiblər ki, elhamdülillah Allah'a həmd olsun ki, o Allah'a ki, o ellezînehum an salatihim səhun dedi. Fi salatihim səhun demədi. Çünki an salatihim səhun başqa bir şey, fi başqa bir şey. Bəziləri yanlışlıq və mənaca tərcümədə namazlarına çoxlu səhv edərlər olaraq tərcümə edərlər. Halbuki namazlarında deyil. An salatihim, an yəni namazlarından qafillər ola bilər namazlarından. Yəni orada mənalar çoxdur, amma o namazdakı səhvlərdən söhbət getmir. Namaz əsnasında nəsə səhv edə bilər ki, məsələn, səhv səcdəsi düşür bəzi səhvlərə və s. Onlardan söhbət getmir. Əsas ayn salatihim səhun, yəni namazlarından qafillər, namazlarından məsələn vaxtına qılmırlar, namazlarına əhəmiyyət vermirlər. Hə? O mənada işlənir. Deməli nədir? Orada sonra ayədə gəl, əlləzinəhum yuraun. O kəslər ki, onlar həmin o bizim mövzumuz olan riyakarlıq edərlər, özlərini göstərərlər, göstəriş edərlər. Başqa hədisdə məsələn, məşhur hədisdir, qiyamət günü cəhənnəm odunun, Allah qorusun, 3 sinif insanlarla qalanacağı, cəhənnəm odunu qalayacaqlar kimlərlə? 3 sinif insanlarla. Onlardan biri, hamısı da bu riyakarlığa bağlıdır. Hamısı riyakarlığa bağlıdır. Allah qorusun, ən fəzilətli əməllərdir ki, biri alimdir, bəzi rəvayətlərdə qariyedir, biri Allah yolunda şəhid olan mücahiddir, biri də, yəni zahirinə görə, biri də Allah yolunda xərcləyən, hamısı zahirinə görə. Allah subhanahu teala onlardan birini soruşacaq, sən mənim üçün nə etdin? Hər biri öz əməlini deyəcək. Mücahid deyəcək ki, mən sənin yolunda cihad etdim, ta sənin yolunda şəhid olana kimi. Allah subhanahu teala buyuracaq ki, yalan dedin. Sən insanlar, yəni şücaətlidir, cürətlidir, qəhrəmandır və s. desinlər deyə etdiyin nədir? Riyadır. Özünü göstərdi, qəlbi zahirən mücahiddir. Zahirən şəhid oldu. Amma niyyəti nə idi? İnsanlar ona şücaətli desinlər və s. deyə onu da dedilər. Yəni bunun üçün etmişdin, əvəzini aldın yəni. Nə üçün etdinsə. Həmçinin o cür alimə və ya qariyə və yaxud Allah yolunda mal xərcləyənə. Ki Allah yolunda dediyimiz kimi zahirən, bunlar hamısı zahirən. Onların hər birini Allah subhanahu teala buyuracaq ki, yalan dedin. Sən bunu məsələn xərcləyənə deyəcək, sən bunu bu cömərtdir, nə deyirlər ona, əl açıqdır, səxavətlidir desinlər deyə etdin, onu da dedilər. Aparın, atın, hamısını deyəcək, atın bunu cəhənnəmə, Allah qorusun. Həmçinin alimə və yaxud Quranı, gecə gündüz Quranını oxudun, öyrətdin və s. Ona da deyiləcək, sən bunu yalan dedin, sən bunu qaridir desinlər deyə etdin, qaridir desinlər deyə etdin ki, bunu da dedilər. Aparın bunu cəhənnəmə, Allah qorusun. Deməli, bu nədir? Riyanın təhlükəliliyi ilə bağlı həqiqətən ən təhlükəli, yəni xəstəliklərdəndir. Ən təhlükəli ki, zahirən İbn Qeym Rahimullah dediyi kimi bəzi kitablarında ki, zahirən insanlar eyni əməl edir. Amma bəziləri, yəni namaza misal gətirir, amma bəziləri o qıldığı, məsələn, 2 rükət namazla bəziləri cənnət qazana bilir. O səbəbilə Allahın rəhmətini qazanıb cənnətə girə bilirlər. Bəziləri, yəni görün nə qədər fərq var. Bəziləri isə əksinə qıldığı namaz sayəsində cəhənnəm odu qazanır. Allah qorusun. Niyə? Məsələn, onu Allah üçün deyil, başqa bir şey üçün. Allahdan başqa bir şey, dünyalıq, insan və s. desinlər deyə abiddir və s. bunun üçünədir. Ona görə nədir? Allah qorusun cəzaya, əzaba məhkum olur. Ona görə zahirən eyni əməldir. Zahirən eyni əməldir. Eyni əməl sahibidirlər. Amma niyyət, qəlb. Ona görə bu ən təhlükəli. Keçən dərsdə oxuduğumuz kimi Allah Rəsulü sallallahu aleyhi ve sellem hədislərin birində nə deyir? Sizə Məsih Dəccəlin fitnəsindən də
Halbuki bəzi hədislərdə ondan böyük bir fitnə buraxıldı, yəni yoxdur. Elə bir peyğəmbər keçmədi ki, Məsih öz qövmünü Məsih Dəccəldən yəni çəkindirməsin. Onun fitnəsi haqqında son zamanlarda, axir zaman dediyimiz qiyamətə yaxın zamanlarda gələcəyinə dair xəbərdarlıq verməsin, onun şərrindən çəkindirməsin, əlamətlərini bildirməsin ki, yəni bu baxmayaraq nədir? Buna baxmayaraq riyanı Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, en çok korktuğum Mesih Deccal'in fitnesinden de en çok korktuğum şey siz için hemen o riyadır, hemen o kiçik şirktir. Sonra deməli bu kiçik şirkin ikinci növü olan xəfi. Zahir birinci növüdür. Xəfi şirkin biz dedik ki iki növü var. Hə? Onlardan birincisini keçən dərsdə başladıq, indi bitirdik. Riya edib. Riya. İndi hemen o kiçik şirkin o xəfi növü ki var. İkinci növü. O xəfi növünün iki növündən biri. Riyadan sonraki riya birinci növüydü. Qismi belediye, bu növdür, qismi belediye. İkinci qismi nedir? İnsanın, oxuyaq deməli şeydən. İkinci növ, insanın öz əməli ilə, etdiyi əməllə dünyanı istəməsi. Yəni etdiyi əməl qarşılığında dünya istəyir. O əməlin arxasında məqsədi, hədəfi nədir? Arzusu dünyalıq, hər hansı bir dünyalıq. Yəni Allah rizası deyil. Deməli oxuyuruq Allahın üzü diləmədiyi, Allahın üzü diləndiyi bir əməllə, yəni ki, o əməllə Allahın üzü dilənir. Allahın razılığı dilənir, məsələn. Yəni Allahın savabı dilənir, məsələn. Yəni Allah üçün edilən bir işdir. Allah üçün edilən bir əməllərdəndir, ibadət, itaət növündəndir. O əməllə nə edir bu insan? Dünya arzularından olan bir dünyalıq istəmək. Dünya arzularından, şəhvətlərindən, istəklərindən hər hansı bir dünyalıq istəmək. Yəni dünya malı. Dünya malı dediğimiz yani pul da olabilir, mövqe de olabilir, vəzifə olabilir, məsələn, hörmət olabilir. Her şey yani məqsəd yani Allah'tan başka, Allah razılığından, Allah'ın razılığından, Allah'tan başka bir şey istenilirse ortada Allah'la bağlı mesela Allah'ın cenneti, rəhməti, savabı yani bu şeylerden başka bir şey istenilirse bunlar hamısı dünyaya daxil, dünyalıqdır. Bu da ki hemen bu cür əməl nədir? Niyyətlərdə və məqsədlərdə olan bir şirkdir. Yəni burada niyyətində və məqsədində gütdüyü, məqsəddə, hədəfdə, qəsddə nədir? Şərik qoşmuş olur Allaha Subhanahu wa Teala. Bu da dediyimiz kimi kiçik şirkdən biz danışırıq. Düzdür? Tövhidin kamalına tərs düşür. Yəni tövhidin kamalına, əslinə, kökünə deyil, tövhidi təməlindən yox etməz. Yəni insan bununla tövhidini itirib İslamdan çıxmaz. Amma tövhidin kamalına, kamilliyinə nədir? Tərs düşər. Ona görə nədir? Biz bu fəsil neçənci idi? 4-cü ya 5-ci fəsil idi bu. Tövhidi pozan, ləğv edən və tövhidi naqis edən əməl. Böyük şirk, böyük küfür bunlar tövhidi pozurdu. Düzdür? Amma kiçik şirk, kiçik küfür 4-cü fəsildir bu. Tövhidi naqis edir ki, bu kiçik şirkdəndir deyən tövhidi naqis edir. Tövhidin kamilinə tərs düşər. Ki kamillik, imanın ümumiyyətlə kamilliyi iki növdür. Var imanın əsli, təməli, əsası, var kamilliyi, var vacib kamilliyi və müstahab kamilliyi. Vacib kamilliyi başqa bir şeydir, müstahab kamilliyi başqa bir şeydir. Yəni vacib kamilliyi tərk edən günah qazanır. Müstəhəb kamilliyi tərk edən günah qazanmaz. Çünki o müstəhəb əlavə, müstəhəb əməllərdir, etiqadlardır məsələn. Onları insan tərk etdikcə ne olur? Günah kazanır. Ama vacip olan bir şey, yani tövhidi kökünden, imanın kökünden çıkarmasa da, İslam'dan insanı çıkarmasa da ama vacip olduğu için ne olur? Yani insan günah kazanmış olur. Ona göre tövhidi imanın naqisi olur. Mesela, misal getir buna dair. Mesela fani dünya, fani nedir? Yok olup giden. Daimi değil, ebedi değil, fanidir. Ne zamansa fəna olacaq. Yəni fəna nə mənada? Yox olacaq. Məsələn, fani dünya arzularından ötürü salih əməli yerinə yetirmək. Yəni salih bir əməldir. Namaz, oruc, zəkat, cihad, həcc. Bunları
nedir? Elm öğrenmeyi, öğretmeyi. Bu salih bir emellerdir bunlar. Düzdür. Bunlar ve diğer bildiğimiz salih emeller. Bunları fani bir dünya arzularından ötürü herhangi bir dünyalık, dünyada arzuladığın herhangi bir şeye göre bu salih emelleri yerine getirmeyi. Bu ne olur? Hemen bu ikinci növ. İnsan nedir? Öz emeliyle dünyanı isteme növüne girer ki bu niyetlerde ve meksedlerde şirktir. Çünkü burada niyet ve meksed ne olmalıdır? Allah. Allah'ın razılığı, Allah'ın rahmeti, Allah'ın sevabı. Yani bu Allah'ın istemelisin, Allah'ın yüzünü dilemelisin. Ama nedir? Fani bir dünyalık bir şey istəyirsən. Mesela bunlara misal. Deməli, buna bir misal. Mal veya megama göre həcc eden. Mal veya megama göre həcc eden ve ya azan veren ya da insanlara imamlık eden veyahut şer'i ilmi yani şeriat elmleri mesela əqidə, fiqh vesaire şer'i ilmi öğrenen kəs. Hamısı nedir? Mal veya megama göre. Bu cür Allah korusun həcc edenler de var. Ya buna həcc desinler diye veya ne bileyim pasport adı əlavə olunsun hacı filan kəs veya ne bileyim o cür gedib gəlib qalan pulları ilə borclarını ödesin diye yani her nasıl bir dünyalığa göre veya azan veren. Göz ki azan maaşla veren de orada ücret başka bir şeydir. Cor deyilen bir şey veyahut razk deyilen bir şey başka bir şeydi. Beytülmaldan ona yine verilir veyahut da bir mükafat olarak verilir. O başka bir şey. Ama sırf ücretli işçi kimi əcir, bu cür ücret üçün Həmbəli məzəbinə görə xüsusilə Allah üçün, yəni Allaha yaxınlaşdıracaq əməllər ki var, onları ücretlə eləmək caiz deyil, ücret. Ama Beytülmal'dan bir şey verirler, mükafat verirler veyahut da razk değiller de bu yani bir şey verirlerse o emeline tam özünü həsr edir. Yani başka vaxt gedib işlemeye, çörek pulu kazanmaya vakti yok, imkanı yok. Ki bu əmələ ona bir yardım olsun diye bu cür caizdir, icazə verilir. Ama ücretli işləmək caiz deyil ki, bəzi alimlər hətta böyük fərqlər deyir, ücretle cevr arasında fərqi necə deyim, heç bir fərq yoxdur deyib tuta bilməyiblər ki, onların fərqləri var idi bəzi dərslərdə biz demişdik. Deməli, əsasən bu fiqh məsələsində bağlı da etiqad məsələsində də yadımdadır ki, məsələyə Quran öyrənməyə ya öyrətməyə dair mövzu keçəndə demişdik. Deməli, nədir bu cür ibadət növündən azan verən ya da insanlara imamlık eden bu cür imam istirahat günleri olur. Görsen ki hafta günlerinde müəyyən günlerdir. İş günüm değil. Ona göre imamlık eləmir. Bu elbette ki o küfür ülkelerinde böyle bir şeyler var. Ki adı Müslüman ülkesi olsa da hamısı devletin resmi memurlardır yani. E, Veya insanlara imamlık eden veyahut şer'i ilmi öğrenen kəs kimi yahut öğreden olsun fərqi yoxdur. Bu nedir? Bu şeylerle burada şer'i ilmi öğrenen kəs kimi dünya malı veyahut məqaməsi ola bilər. Tələbələrə ayrı yer ayrılır, yataqxana, ailəsinə qalmağa yer də var. Yəni bir fürsətdir, gedim elə stipendiya dedim, nə deyirlər stipendiya bizim dildə. Neyse unuttuk. Yani maaş da verirler. Ha? Veyahut öğretmek olsun. Veyahut nedir mesela bazıları ne için öğrenir? Ki bu dünyevi ilimlerde de bu var. Təəssüflər olsun ki şəri ilimlerde de bu cür edənlər var. Yani mütləq bir diplom alsın, şehadet olsun. Bununla ancak gedib o hardasa mesela ya imam işləyə bilər veyahut belki de qazi işləyə bilər veyahut nə. Yani məqsəd Allah üçün değil. Yani öğreneyim, insanlara öğreneyim Allah, onların arasında Allah'ın hükmüne hüküm verin. Bu yok. Məqsəd sırf nedir? Müəyyən o vəzifəyə nail olmaq üçün bunu öğrenir ki, müəyyən vəzifəyə nail olmaq üçün bunu öğrenir. Veyahut mal. En güzel maaş verirler mesela indi dəbdədir bu vəzifələr vesaire öğrenim güzel yani ki yüksek böyle değil maaş alır vesaire yani her hansı bildiğimiz bu mal ve makam yani Allah'tan başka neyi insan hedefleyerse Allah'tan başka bir şey isteyerse Allah'tan başka ne isteyerse bunların hepsi nedir? Dünyalıktır, dünya malıdır. Sonra Uca Allah böyle buyurup kim dünya hemen bu meseleye dair ikinci növ
insanın öz əməli ilə həmən dünyanı istəməsi ya salih əməllə, salih əməlin əvəzində dünyalıq bir şey istəməyə dair. Deməli, Allah Subhanahu taala buyurur ki, kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzi orada, yəni dünya həyatında tam verərik. Onlara əməllərinin əvəzini orada tam verərik dünyada. Və onlar orada zərər çəkməzlər. Onlar axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Axirətdə yalnız cəhənnəm odu onların payına düşəcək. Başqa heç bir şey Allah qorusun. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. Hud surəsi 15-16-ya Allah bağışlasın. Bu ayənin nədir? Özü birbaşa bir neçə yerində dəlildir ki, bu cür şeylər, yəni o əməlləri, dünya həyatını, onun bərbəzəyini istəmək üçün, yəni istəyərək etmək, qarşılığında dünya həyatı, həmin o bərbəzəyini və s. istəmək şirki əməllərdəndir. Şübhəsiz bu kiçik şirklə böyük şirk arasında belə deyək, yer tutar. Bəzən böyük şirk ola bilər, bəzən kiçik şirk ola bilər, amma şirkdir. İkisi də şirk adlanması kifayətdir. Kiçik də olsa, bildiyimiz kimi kiçik şirk böyük günahlardan da böyükdür. Şirk dərəcəsində çatmayan böyük günahlardan da böyükdür. Yəni böyük günahlarla böyük şirk arasında olan daha ağır dərəcədədir böyük günahlardan. Deməli, ayədə hansı hissəsi dəlildir? Çünki açıq-aşkar Allah Subhanahu taala onlar haqqında nə buyurur? Buyurur ki, onlar axirətdə özləri üçün oddan başqa heç bir şey olmayan kimsələrdir. Cəhənnəm odundan heç bir payları, əvəzləri, qarşılıqları olmayacaq o əməllər əvəzində. Ondan başqa nədir? Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. Puç olar. İndi burada əlbəttə ki, bu hökmlərin bəzən oxuyacaq. Bəzən əməllər yalnız riya daxil olduğu əməllər puç olur. Bu kiçik şirkə aiddir. Riya ancaq bütün əməllər riya üçün eləmir. Yəni riyakarlıq eləmir bütün əməllərində. Bəzi əməllərdə o əməllər hansı əməllər riya daxil olursa o puç olar. Amma başdan ayağa, əslindən, kökündən bu insan Allah qorusun, yəni hamısını elə Allah üçün deyil, dünyalıq üçün edibsə, onun bütün əməlləri boşa çıxar və Allah qorusun bu, yəni böyük nifaqla münafiq olan kəslərdə olur, etiqadi nifaqla. Ki Allah qorusun bu cür insanlar hər hansı bir məqsədə görə ya qorxudan, ya vəzifə üçün, ya nə üçün qəlblərində kafirdirlər. Amma üzdə özlərini müsəlman kimi göstərirlər müəyyən bir səbəblərdən. Bu, yəni artıq etiqadi böyük bir nifaqdır. Bu insanların bütün əməlləri puç olar, hamısı. Çünki nifaq ayrıca bir küfür növlərindən bir növdür. Bu Hud surəsi 15-ci, 16-cı ayə idi. Deməli, sonra axırıncı, sonuncu cümləni də oxuyaq. Hədisdə orada, sonra buradakı qeydləri oxuyaq inşallah. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem bu barədə yenə həmən mövzu haqda belə buyurmuşdur. Bədbəxt olsun dinar qulu, dirhəm qulu və paltar qulu. Yəni, təis bədbəxt olsun, yəni Azərbaycanca başqa ifadələr də var, yəni mənası odur ki, o insan bədbəxt olsun və dediyim kimi, bu həm iki mənada, həm bəddua mənasında da işlənir ki, biz belə tərcümə etdik, bədbəxt olsun. Yəni, bu bədduadır Peyğəmbər sallallahu aleyhi ve sellem tərəfindən və ya keçmiş zamanda, yəni xəbər baxımından ki, bədbəxt oldu, yəni bu cür insanlar bədbəxt oldu. Ki, biz əvvəl də dedik ki, nədir? Xəbər formasında deyiləndə daha necə deyim, yəni bədbəxt olması daha təkidli olur. Yəni, daha bilirik ki, bu adam artıq xəbər verilir ki, bu cür insanlar bədbəxt oldu. Amma bədbəxt olsun bədduadır. Dua bəzən qəbul oluna bilər, qəbul olunmaya da bilər. Amma bədbəxt oldu dedikdə artıq onların bədbəxt olmuş insan olduğu bildirilir. Bu sifətlərə sahib insanlar. Bunlar kimdir? Dinar qulu, dinar yəni o vaxtki qızıl pullar idi. Dirhəm qulu, gümüş pullar və paltar qulu. Yəni, bizdə deyirlər qarın qulu, nə qulu. Bu nədir? Dinara, yəni pula çox bağlı olan, Allah qorusun ki, bu dünya, bugünkü biz müsəlmanları yəni çox acınacaqlı vəziyyətə qoyub, hamısı dünyada arxasınca düşür.
Hətta dünyaya ehtiyacı olmayanlar da yenə nədir? Artırmaq istəyirlər, bilmirəm nə üçün, kimi üçün. Belə insanların çoxu da simic olur. Allah Subhanahu taala Quranda buyurduğu kimi Allah Subhanahu taala öz xəzinələrini insanlara versəydi, onlar yenə kasıb olmaq qorxusu ilə ondan xərcləməzdilər. Subhanallah. Yəni nə qədər çox olsa o qədər görürsən simici olur. Əlbəttə istisnalar var, amma ümumən dünyaya bağlı insan dünyaya bağlı olduğu üçün o yığdığı şeyi bəzən insanları, müsəlmanları belə bir şey, yəni şeytan vəsvəsə verir, aldadır. Yığ, biraz da qazan, Allah yolunda xərcləyəcəksən və s. Yəni çox olduqca heç xərcləmir. Bir şey ki, bu sahabələrin dövründə var idi. Sahabələrin dövründə belə var idi ki, bir nəfər malının çox olmasını arzuladı ki, Allah yolunda xərcləsin. Hətta ona deyildi ki, yaxşı düşünsün, onun üçün o malın çoxluğu fitnə olar. Bəzi insanların Allah Subhanahu taala məsələn sağlam deyil, xəstə edir, zəngin deyil, yoxsul edir, kasıb edir. O onlar üçün bir nemətdir. Çünki məsələn müəyyən yoxsullar zəngin olunca bizdə deyirlər harınlayırlar, qudururlar. Yəni artıq hər şey olur. Allah korusun, dinlərində tərk edənlər olur və s. və s. Ancaq dünya, yəni tam batıb gedirlər, Allah qorusun. Və həmçinin digər nemətlər görürsün ki, Allah Subhanahu taala hər şeyi öz ədaləti ilə, hikməti ilə eləyir. Bəzilərinə bu əksinə nemət olur. Bəziləri dar vəziyyətə düşmədikcə Allahı xatırlamırlar, Allaha tövbə etmirlər, Allaha qayıtmırlar. Yəni bəzi insanlar üçün hətta günahlar belə, bunu bir dəfə səhv etməsə demişdik hansısa bir dərslərimizdə. Yəni bəzi insanlara günah eləmək belə onların necə deyim, gələcəkdə daha da yaxşı hala yəni düşmələrinə səbəb olur. Yəni məsələn o günahı etməsəydi, bəlkə özündən razı olardı. Mən heç günahkar deyiləm, fasik deyiləm, mömin bəndəyəm, salihəm belə deyə bilərdi. Amma günahı etdiyinə görə artıq özünün heç də elə olmadığını, günahkar bəndə olduğunu dərk edir və Allaha əvvəllər yəni tövbə etmədiyi kimi tövbə edir, Allahdan bağışlama diləmədiyi kimi bağışlama diləyir, daha çox ibadət edir, daha çox məsələn günahlardan çəkinir və s. və əvvəlki halından daha yaxşı, salih hala düşür ki, bu onun üçün nə olur? Günahın nəticəsi əksinə nə olur? Əksinə daha da gözəl şeylərə, nəticələrə səbəb olur. Ona görə yəni Allahın hikməti yalnız Allaha məlumdur. Onu heç kim bilməz. Ona görə mömin bəndə üçün hər bir şey hədisdə deyir kimi xeyirdir. Hər bir şey, hər bir halı xeyirdir. Sonra deməli bu cümlə nə dedik? Dua mənasında da ola bilər, xəbər mənasında. Deməli dinar qulu, dirhəm qulu və paltar qulu bədbəxt olsun. Paltar burada xamisa, ərəbcə əl-xamisa gedir. Xamisa sadəcə paltar yox, yəni bərbəzəkli belə. Yəni toyluq, bayramlıq deyirlər məsələn, bərbəzəkli, belə yundan, xəzdən düzəlmiş, naxışları olan, insanların diqqətini cəlb edən bu cür yəni belə paltar qulu, yəni bu cür şeyləri sevir, insanların diqqətini cəlb eləmək istəyir və s. Bu nədir? Niyə bağlanırsa insan, neyin ardınca fikri zikri olursa, ona çox bağlanırsa, ona çox fikir verirsə, o onun qulu olmuş olur. Qulu ona görə nə olur? Dinar qulu, dirhəm qulu və paltar qulu. Bunun qul olmasının əlaməti nədir? Yəni insan bu şeylərin quludur. Əlaməti nədir? Əlaməti həmən hədisin davamında Rasulullah sallallahu aleyhi ve sellem izah edir. Ona veriləndə, yəni bu dinar, dirhəm və paltar quluna veriləndə, həmən dinar qululsa dinar, dirhəm qululsa dirhəm, həmən o paltar bərbəzəkli belə paltar qululsa, həmən o şeylər, paltarlar ona veriləndə razı qalar. Verilməyəndə qəzəblənər. Allah qorusun. Halbuki bu ayrı bir günahdır. Çünki bu alimlər necə izah edir? Əslində Allaha qəzəblənməkdir. Allahın yəni ki, çünki onu verən Allahdır. Kimsə yoxsul eləyəndə, zəngin eləyəndə Allah Subhanahu taala. Yəni onu niyə zəngin etdin deyə sanki Allaha bir üsyan etmiş kimi onu bunu dili ilə deməsə də halı ilə onu bildirmiş olur. Sanki o layiq deyil, mən layiqəm və yaxud yəni bu cür
batıl, yanlış zənlər, yanlış etiqadlar olan Allah hakkında onu göre bu ayrı bir günahdır. Allah'ın qədərinə, Allah'ın hikmətinə elə ki bir üsyandır. Üsyandır yani. Sonra deməli nədir? Bunun əlaməti nədir? Ona veriləndə razı qalar, verilməyəndə qəzəblənər. Sonra yenə davam edir. Bədbəxt olsun, yerə batsın, ona bu cür insanlar bədbəxt olsun, yerə batsın, yəni burada üzü üstə yerə düşsün. Bu cür e, bəddua növündən sözlərdir, ifadələrdir. Ona başqa bir fikir verir duaya. Ona alimlər çox buna təəccüblü göstərən, təəccüb edirlər bu cür bədduaya ki, gör nə qədər yəni təhlükəli bir haldırsa Allah Resulü sallallahu aleyhi ve sellem görün necə ona bəddua edir ki, deyir ona tikan batarsa, yəni ən kiçik bir şeylərdəndir. Ən kiçik əziyyətlərdəndir. Bir tikandır, kiçik bir şey batıb. Yəni çıxartmasan da olur, biraz adama əziyyət verməslər. Yəni ona tikan batarsa, onu çıxara bilməsin. Bu cür bəddua olur. O tikan batarsa, o tikanı belə çıxara bilməsin. Yəni, o cür bəddua edir. Allah korusun, Allah subhanahu teala bizi bu sifətlərə sahib olub Peyğəmbərimizin sallallahu aleyhi ve sellem o bədduasına düşər olanlardan etməsin. Allah bizi ixlaslı qullarına eləsin. Tüm əməllərdə yalnız xeyir əməllərə məvfəq qılsın, pis əməllərdən uzaqlaşdırsın və məvfəq qıldığı xeyir əməllərdə yəni yalnız Allahın razılığını güdən bəndələrini eləsin. Amin. Bu hədisi Buxari ixrac etmiştir. İndi bəzi qeydləri də bizi də bununla dərsimizi tamamlayaq. Qeydləri oxuyaq. 15 dəqiqəmiz var. Deməli, ən birinci şübhəsiz burada deyir, bu çox təhlükə, həmən o ikinci növ ki var, niyyətlərdə. Yəni, nədir? Dünyalıq, əməli ilə insanın dünyalıq istəməsi, dünya malı. Dediyimiz kimi, Allahdan başqa nə istənilirsə, bu maddi pul ola bilər, vəzifə, şan, şöhrət, ad, tərif, məd, yəni hər nə, bu hamısı dünyalıq sayılır, dünya malı, belə deyim. Ona görə də niyyətin bu cür çox təhlükəli bir şeydir. Hədisdə buyurulduğu kimi həqiqətən əməllər niyyətlərə görədir. Bir rəvayətdə niyyətə görədir. Kimin niyyəti haradsa, kimin niyyəti nədir, mənzildir ora. Yəni ki, niyyətinə görə. Eyni məsələn hicrətə aid. Məsələn o hicrət orada bir misaldır. Hicrət orada bir misal idi ki, bütün əməllər buna aiddir. İnsan öz niyyətlərinə görə həşr olunacaq. Zahirən əməllər eyni olsa da ona görə nədir? Burada niyyətin nə qədər təhlükəli, əhəmiyyətli olduğu və ixlasın da vacib olması haqqında yəni bir xəbərdarlıq var ayələrdə, hədislərdə işarət var. Ondan sonra burada riyaya daxil olmayan məsələlər. Biz riyaya daxil olan məsələləri dedik bəzilərinə misal. Məsələn, riyaya daxil olmayan misallar. Məsələn, bir insan məsələn gözəl bir əməllər sahibidir, salih insan, işlər görür, əməl dediyimiz namaz, zəkat, oruc, həcc, cihad, elm öyrənmək, öyrətmək və s. bu cür Quran oxumaq, salih əməllər görür və insan onun qəsdi olmadan, yəni onun belə bir qəsdi yoxdur ki, mən bunu edim, insanlar da mənə kənardan məth eləsinlər, tərif desinlər, tərifləsinlər, bu necə də gözəl bir həmən əməl sahibi, namaz qılandı mı, oxuyandı mı, məsələn, Quran və s. Bu cür məqsədi yoxdur. Bu cür məqsədi yoxdur, amma özündən asılı deyil. Heç bir belə bir məqsədi yox, belə bir arzusu da yox. Amma özündən asılı deyil. Bəzi insanlar nə edir? Həmən insanı tərifləyir. Deyirlər ki, əlhamdülillah, maşallah, filan müsəlman bir bəndə necə də gözəl namaz qılır, necə də gözəl, məsələn, Quran oxuyur və yaxud, məsələn, həccə getdi, müəyyən vacibləri yerinə yetirmək müstəqil və s. Yəni, bu cür salih əməllərə görə tərifləyir, öz qəsdi olmadan. Bu nədir? Bu riyaya girməz. Çünki sənin buna məqsədin, hədəfin yoxdur. Sən bunu nə özün qəsd etdin, nə bunu arzulayırsan, ki, səni etsinlər, belə bir şeyin yox idi deyənə. Bu nədir? Əksinə hədisdə keçdiyi kimi bu, müminin dünyadakı erkən də, dünyadakı yəni necə deyim, tez, dünyadakı həmən o tez baş vermiş dünyadaykən, yəni axirətdə deyil, ki, dünyadaykən
tez baş vermiş müjdesidir. Müjdesidir. Ne müjdesidir bu? Ki bu inşallah insanların yani böyle insanlar çünkü nedir? Allah subhanahu teala'nın şahitleri yeryüzünde. Ona göre cenaze namazında mesela Müslüman cenaze namazında ne kadar çok insan e, namaz kılarsa, iştirak ederse bu onun için o insanın güzel bir müjdedir. Bu insan bakmayaraq ki vefat edip bu bir alamettir ki bu insan Allah'ın mümin bendeleri arasında yani hürmete layık insan olup ki müminler fasiklere hiç vakit ihtiram etmez. Yani bu bir müjdedir ki inşallah bu dünyanın Allah'ın sevip razı kaldığı şekilde yaşayıp ve o dünyada da inşallah Allah'ın rahmetine nail olur. Yani bu nedir? İnsanların onu tərifləməsi, bu məqsədi güdmədən o, bunu istemeden, arzulamadan, onun için bu dünyadayken acil, yani ki tez, ertelenmiş bu dünyaya da bir müjdedir. Bu müjdedir. Ve insanların onu təriflənməsi riyaya girmez. Çünkü bunun böyle bir məqsədi, hedefi olmayıbdır. İkinci mesele mesela riyaya girmeyen, riyaya dahil olmayan, ait olmayan mesele. Mesela insanın bir itaat yani başkasına bir şey göstermeden mesela kimse gece teheccüde kalkır. Mesela senden başka hiç kim bilmir bunu. Yani insanlara bu emeli izhar etmirsen, sen göstermirsen, riyakarlığıyla etmirsen, oldu ki insanlar haber tuttu, bu birinciye ait. Haber tuttu, təriflədi vesaire sen məqsədin olmadan elhamdülillah bu riya daxildir. Burada ise nedir? İzhar etmirsən əməli, amma özün özlüyündə bu əmələ sevinirsən. Sevinirsən ki, elhamdülillah Allah mənə bu salih əməli nəsib etdi, məni müvəffəq qıldı. Məsələn, təheccüdsə, təheccüd namazına qalmaya imkan verdi. Məsələn, bu əməli itaət növündən, ibadət növündən hər hansı bir şey sevinirsən ki, Allah Subhanahu taala sənə bunu müvəffəq qıldı. Sənə bunu nəsib elədi. Bu da riyaya daxil deyildir. Öz-özündə sevinirsən Allahın bir nemətinə görə. Əksinə bu hətta onun imanına bir əlamətdir. İmanına dəlalət edir. Niyə? Çünki bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kimi yəni kimi öz həsənətləri, yaxşı əməlləri və s. hədis davam edir əsas mövzumuza dair. Kimi öz etdiyi yaxşı əməlləri sevindirirsə və digər şeylər sevindirirsə, nədir? O mömündür. Hədisdə elə keçir, o mömündür. Yəni bu imanın əlamətlərindən əslində. Niyə? İnsan sevinir ki, Allaha müəyyən ibadət itaət növündən əməlləri etdi. Yəni bu şübhəsiz ki, imandan da bu riyaya daxil deyil dediyimiz kimi. Çünki burada izhar etmir. Onu insanların təriflənməsini də istəmir. Onu yəni məqsəd etmir özünə. Sonra deməli bu riyaya girməyən məsələləridir. Sonra riyanın əməli olan təsiri. Yəni riyanın əməli olan təsiri. Burada təsiri dediğimiz hükmü. Yani riya az önce dediğimiz gibi ayette de yani o ayette olan mesela riya görse onlara cehennem odundan başka bir şey olmayacak. Ya onların əməli boş olacak, puça çıkacak. Bu nedir? Bazen hemen əməl, riya varsa o əməldə kiçik şirk olabilir, böyük şirk olabilir. Kiçik şirk olabilir, böyük şirk olabilir. Riyanın bəzisi, indi onu oxuyacaq, bəzisi gəlib onu dərhal dəf edərsənsə, elhamdülillah, heç ümumiyyətlə kiçik şirkə də girməz. Yəni, ən azından əməlin batil olmaz. Belə desək daha dəqiq olsun, doğru olsun. Əməlin batil olmaz. Ona görə burada həmən o riyanın hökmü əməli olan təsiri baxımından. Əməli olan təsiri baxımından o. Riyanın daxil olduğu əməl ki var, o əməlin hökmü nədir? Batildirmi, səhihdirmi, böyük şirkdirmi, kiçik şirkdirmi? Bax, bu baxımından qeydləri sizə oxuyaq. Deməli, kimin riyası tam əməlin kökündən olduysa başlanğıcda, yəni bu insan məsələn namaza durur, Allah üçün deyil, başdan bu namaza məsələn kimsə girdi, görsün ki bu məsələn duha vaxtıdır, duha namazı qılır bu. Elə bilsin ki bu elə hər gün duha namazı qılır, məsələn, halbuki heç bəlkə qılmırıq. Məsələn, bu kökündən nədir? Bu əməl səbəbi nədir? Allah deyil, başqa bir şey. Allah deyil, başqa bir şeydir səbəb. Məsələn, kökündən bu olarsa, əməl kökündən riya ilə başladısa əməl, riya nəticəsində yəni
riya üçün başladısa bu əmələ, bu nə olur? Bu əməl bütünlüklə bu əməl batil olur. Bu əməl batil olur. Və ümumiyyətlə burada Allahı deyil. Ümumiyyətlə biri var yenə də namazı Allah üçün qılır. Allah üçün qılır, amma özünü bəndəyə göstərir məsələn. Bu böyük şirkə girməz. Amma biri də var Allah üçün qılmır. Ümumiyyətlə namazı sırf kimsə, nə bilim, dediyimiz kimi qorxudan, kimsə işdə namaz qılmayanları götürmürlər. Məsələn, işə görə və yaxud nəyə görəsə Allah üçün bir dərdi yox, Allah üçün qılmaq deyə bir niyyəti yoxdur. Kökündən sırf Allahdan başqası üçün bunu edirsə, başqa bir şey üçün edirsə, bu şübhəsiz ki, böyük şirkdir. O cür insanların bütün əməlləri puçdur. Çünki əməllərin qəbul olunma şərtlərindən biri imandır. Yəni, yalnız ayələrdə keçdiyi kimi, kim gözəl işlər görərsə, və huva mümin, o mömin olduğu halda, yəni iman gətirən deyilsə, onların əməlləri qəbul deyil. Hətta gözəl işlər görsə belə. Kimsə görürlə, yəni müsəlman olmayanları, ümumiyyətlə heç İslam'a özlərini nisbət eləməyən xristiyanlar olsun, Yahudilər olmaz, Yahudilər simicli, dünyanın ən simici insanları, yəni ən əli bərk, hətta ailənin təfsirində o keçdiyi kimi, alimlər izah edir ki, kimsə görsə ki, Yahudilər məsələn bəlkə böyük bir məbləğlər nə üçünsə xərcləyirlər, güya ki, zahirən şey, bilin ki, onun arxasında ondan da daha böyük məbləğ qazanmaq və yaxud başqa hədəf var. Yəni, yoxsa belə sırf belə əl açıqlıq kimi onları xərcləyən bir qoyun deyil. Deməli, yəni kafirlərin etdiyi o əməllər onların əcri, savabı yoxdur. Onların əcri, savabı bu dünyadadır. Əcri də savabı da Allah ayədə buyurduğu kimi onların kim nədir dünyanın bərbəzəyini istəyərsə onların nədir əvəzini biz bu dünyada verək. Onların əvəzi həmçinin bu dünyadadır. O dünyada onların heç bir əcri, savabı yoxdur. O dünyada savab, əcr qazanmaq üçün, Allahın rəhmətini, razılığını qazanmaq üçün mömin olmaq şərtdir. Əməllərin qəbul olunma şərtləri, o iki şərtdən qabaq öncə iman, mütləq iman əhli olmalıdır insan. Deməli nədir? Əməl kökündən, başdan riyakarlıq üçün etmişsə, bu artıq əməl özü, əməlin təsiri baxımından biz hökmü keçirik. Əməlin özü batildir. Namazı bu cür qıldısa, namazı batildir. Sədəqəni o cür verdisə, batildir. Hicrəti, cihadı o cür etdisə, batildir. Quranı o cür oxudusa, orucu o cür tutdusa, nədir? O batildir. Sonra, riya əməlin əsnasında gələrsə, yəni əmələ başladı, məsələn, namaz üzərindən danışaq, biz bir misal çəkək ki, digər misallarda sizi artıq qiyaslayın. Deməli, namaza durdu, bu insan Allah üçün durdu namaza. Namaza Allah üçün durdu. Sonra namaza başlayandan sonra bu ibadət əsnasında riya gəldi. Ən çox alimlər nə misal gətirir? Kimsə girdi, məsələn, məsciddə namaz qılır və hətta evdə namaz qılır, kimsə girdi, riya girdi, başladı. Məsələn, səslidirsə, qiraətini gözəlləşdirməyə və yaxud normalda tez qılırsa, qiyamı, rükunu və s. o rükunları uzatmağa və s. Yəni, riya girdi, başladı. Biraz özünü normal halından, əvvəlki halından daha da gözəl halda namaz qılmağa başladı. Nə üçün? Kiməsə həmin o riya üçün, göstərmək üçün özünü. Bunda nə olur? Burada 3 halı var. Riya girdi əmələ başlayandan sonra. Əgər dərhal o riyanı Allah'a sığınıb riyadan uzaqlaşdırarsa, Allah'a sığınarsa, riyanı özündən uzaqlaşdırar, dəf eləyərsə, əməli batildir, səhihdir. Bu bir vəsvəsədir. Ki bir çox insanların, bəlkə hamısının, bəlkə ən azından bir çox insana girə bilən bir şeydir bu vəsvəsələr. İnsan nə olur? Əsas odur ki, istirsəl alimlər dediyi kimi, yəni o elə riyanın, belə deyil, nə deyirlər, öz yüyənini o riyanın əlinə verib buraxmasın da özünü. Yəni ki, ardınca düşməsin, dərhal neynəsin? Allah'a sığınsın. Namazda məsələn, vəsvəsə gələndə şeytanla məsələn, sol tərəfə 3 dəfə tüfürmək belədir. Yəni tüfürcəksiz deyilər, üfürmək də deyilər və yaxud da az bir şey çıxa bilər. Yəni bu cür nədir? Allah'a sığınır, şeytan şərindən bu cür əməl edə bilər və nəysə, yəni namaz olmasın, başqa bir əməldə olsun, Allah'a sığınır və dərhal o vəsvəsəni dəf edir, əməli səhihdir, batildir, əməlinə təsiri yoxdur, yəni batillik baxımından heç bir təsiri yoxdur. Başqa əməl əsnasında əməl riya girdi, neynədir?
o vəsvəsəni ta əməl bitənə kimi, məsələn namazsa namaz bitənə qədər hələ özü ilə, nəfsi ilə mücadilə edir bu insan. Gah riyakarlıq eləmək istəyir, gah deyir, yox olmaz, Allaha sığınır, yenə də riya gəlir buna, yenə də bu cür əməli neyinir? Bu cür əməli sonuna qədər bu cür boğuşur, belə deyək də, mücadilə eləyir, yenə də eləyir, həm də nəfsi ilə o vəsvəsəni özündən dəf etmək üçün, amma nədir? O vəsvəsəyə də qalib gələ bilmədi, dəf edə bilmədi. Onda nə olur? Yəni riyanın daxil olduğu hissə batil olur. Məsələn, namazın yarısından sonra gecdirsə, yarısı batil olur. Yarısı batil. Batil məsələsi isə o fiqh usuluna dayanan bir məsələdir. Bir, məsələn, deyirlər, Fatihəsiz namaz yoxdur. La salə. O yoxdur. Nəfi. Onun kökünə mi aiddir? Kamilliyinə mi aiddir? Savabına mı aiddir? Namazın savabı yoxdur, aiddir. Bu fiqh usulunda ixtilaflı olan məsələyə dayanan bir ixtilafdır. Şübhəsiz üsul fərqli olduğu üçün furu, onun üzərində qurulan furular fərqli olur. Biz oralara girməyib. Ən azından savabı, deyək ki, savabından məhrum olur. Həmin o riyanın daxil olduğu miqdarı savabından məhrum olur. Sonra. Amma üçüncü hal, bu cür riya gələr və riya gələr əməl əsnasında, əmələ başlayandan sonra riya gələr və bu riyanı dəf etməz. Birinci nə idi? Dəf edir və uzaqlaşdırdı. İkincidə dəf etməyə çalışır, mücadilə edir, amma dəf eləyə bilmədi. Əməlin sonuna kimi bu cür mücadilədə idi. Üçüncü hal isə heç dəf eləmir. Elə bu riya ona gəldi, riyanın ardınca da getdi, riyakarlıqla riya üzərində o cür o əməlini tamamladı. Onda nə olur? Həmən əməl batil olur. Başlayan ümumiyyətlə batil olur. Bütünlüklə. Bu ikinci halın, ikinci belə hökmün təsirinin 3 halı idi. Düzdür? İndi üçüncü, həmən o riyanın əmələ təsir olma baxımından üçüncü halı nədir? Əməli edəndən biri nə idi? Biri əməlin başından riyakarlıq elədi. Biri əmələ başlayandan sonra riya gələndə biz 3 halını oxuduq. Bir də var, əməli bitirəndən sonra. Əməli elədi, qutardı, namazı qutardı, kimsə cihadını qutardı, məsələn, hicrətini qutardı, nəsə sədəqəsini verdi, qutardı. Əməl bitdi, yəni məqsəd nədir? O əməl artıq bitdi. Əməl bitəndən sonra nədir? Bəzi həmən o riya kimi tərif etdiyimiz vəsvəsələr gəlir. İnsan başlayır, məsələn, öz-özünə deyir, mən yaxşı namaz qıldım, məsələn, yaxşı oxudum, yəni əməl gedən əməli Allah üçün, əlhəmdülillah, başdan əli Allah üçün heç kəsi qatmadan, Allahdan başqa bir məqsəd bilmədən əməli onunla başladı, onunla da bitirdi, əlhəmdülillah. Bu cür ixlaslı bir əməldən sonra, əməldən sonra bu cür nədir? Bir vəsvəsələr gəlir. Bunu alimlər nədir? İnşallah bunun heç bir ona əmələ təsiri yox. Çünki əməl, əlhəmdülillah, əməl, indi bu əməlin özü bu cür əməldən sonra bu cür vəsvəsəyə düşməsi, bu cür düşünməsi ayrı bir mövzu, amma əmələ təsiri baxımından biz deyirik, o Allah üçün etdiyi, ixlasla etdiyi əmələ heç bir təsiri yoxdur. Əlhəmdülillah, çünki o əməli ixlasla edib, başlayıb bitirmişdir. Yəni, bu onunla bağlı məsələ idi. Ondan sonra burada bir məsələ var idi, yəni biz qısa toxunduq. Yəni, müəyyən əməli dünya üçün eləmək məsələsində. Dünya üçün eləmək məsələsində biz dedik ki, əgər insan Allah üçün etdiyi əməldə, yəni əməli Allah üçün edir, dünyalıq üçün etmir, məsələn, maaş və yaxud indi biz ucra dediyimiz ayrı, cür, mükafat ayrı. Məsələn, insan müəyyən işlərlə elm öyrənir, tələbədir, yəni vaxtı yoxdur, yəni elm öyrənsə, gedib dünya işlərinə məşğul olub, özlərinə, məsələn, ailəlidir, bəlkə ailəsinə, yəni dünyalıq çörək pulu qazana bilməyəcək, məsələn. Bu nədir? Bir nəfər, əlhəmdülillah, üstlənir, ona
deyir ki, sən kifayət qədər məsələn verəcəm. Səni təmin edəcəm, ailəni təmin edəcəm. Məsələn, ücret olaraq deyil. Maaş verim sənə, ayda bu qədər, sən get, məsələn, mədrəsədə oxu. Bu ücrətdir. Bu başqa bir şey. Bir də var, sən oxu, o da məsələn ondan üstlənir. Ya Beytülmaldan, məsələn, İslam dövlətidir, Beytülmaldan verilir və hər şey təmin olunur. Yəni, bu nədir? Bu şeyləri qəbul etmək həmin o nə riyaya girər, nə də ki, harama girər. Bu caizdir. Nədir? Allah üçün edilən bir əməldir. Buna görə buna dediyimiz kimi o mükafat mı yaxud Beytülmaldan hər hansı bir təminat verilir. Təminat verilir. Bu nədir? Bu caizdir. Bu həm riyaya girməz, ümumiyyətlə riyaya girməz, həm də haram bir mal da deyildir. Buna misal nə gətirirlər? Bu malla da, yəni bu cür təminat olunmaqla artıq nədir? Belə deyək, gözü geridə qalmır. Gözü mən necə görəsəm çörək pulu qazanacam və s. qalmır. Özünü həsr edir həmən işə. Kimsə elm öyrənir, kimsə öyrədir, kimsə məsələn başqa işlərlə məşğul olur, müsəlmanların işi ilə bağlı ora gedir, bura gəlir. Yəni hər hansı bir salih itaət növünə, ibadət növünə əməllər edir. Bu nə olur? Bu həmən o yardımla Allah üçün etdiyi əməlinə elə bil ki, dəstək almış olur. Ki, bu əməllə tam o əməlinə özünü həsr etsin, tam o əməlli layiqli şəkildə, gözəl şəkildə etsin deyə. Buna misal nəyi gətirirlər? Əmir-i Əbu Bəkir radiyallahu anh'da birinci Peyğəmbərimizin sallallahu aleyhi ve sellem xəlifəsi o xilafəti üstlənəndən sonra, onu xəlifə təyin edəndən sonra, seçəndən, beyyət edəndən sonra ona deməli, radiyallahu anh'da o yenə də həmişəki kimi görürlər sahabələr onu bazarda. Bazarda nədir? Müəyyən şeylər alış-veriş etmək üçün bazara çıxır. Sahabələr deyir, bu nə hal? Yəni, izah edir ki, mən özüm üçün və ailəm üçün, dolanışıq üçün bunu etməliyəm. Yoxsa başqa bir yerdə gəliri yox. Ona nə olur? Sahabələrin ittifaqı ilə nə olur? O icması sayılır. Özəlliklə biz fiqh usulunda keçmişdik ki, yəni sahabənin, xüsusilə rəşidi xələfələrdən birinin söz olaraq dediyi, əməl olaraq etdiyi inkar görmədisə, çünki onların əməlləri hamısına yəni yayılır. Hamısına yayılır və inkar görmürsə, o nə olur? İcma olur artıq. Sözlü müfeydim artıq hər nə? Deməli, sahabələrin ittifaqı ilə nə olur? Onlar Əbu Bəkirə radiyallahu anh, yəni Beytülmaldan, müsəlmanların malından Beytülmaldan maaş kəsirlər, belə deyil. Bir məbləğ kəsirlər ki, o artıq bazara getməyə ehtiyacı olmasın, o bu ümmətin işləri onun üstündə. Yəni, tam o işlərə özünü təsir edə bilsin, o işlərlə məşğul olsun. Ondan sonra belə bir məsələ var burada, həmən mövzumuza bağlı. Bir neçə dəfə biz buna başqa dərslər arasında mövzu keçərkən demişdik, yenə də təkrarlayaq. Möminlər üçün təkrarda fayda vardır. Bu, belə bir söz var. Ariflərin, yəni burada qəflətdə olmayanlar nəzər tutur. Agahların, ariflərin adətləri ibadətdir. Qafillərin ibadətləri isə adətdir. Qafillərin ibadətləri isə adətdir. Nə deməkdir? Biz qafillərdən başlayaq, Allah bizi qəflətdən çıxarsın. Qafil olan bəndələrindən etməsin. Qafillər, niyyətdən qafillər. Məsələn, adət olaraq namaz vaxtı namaz qılır. Hamısı sədəqə verir, mən də verdim. Hamısı belə edir, mən də elədim. Yəni, niyyəti Allah üçün bir niyyət yoxdur. Adət olaraq edir bunu. Ona görə də ibadət etdikləri şeyi həmən o qəflətdə olduğu üçün niyyətlərdən, orada olan mənalardan, o savabı ihtisab, yəni savabı Allahdan ummaq və s. bu mənalardan qəflətdə olduğu üçün bunun ibadətləri adət olur. Ariflər isə o qəflətdə olmayanlar nəinki ibadətlər, onsuz da ibadətlərdə qəflətdə deyirlər. Adətlərdə, yəni adi heç ibadət olmayan əməlləri, mübah bir əməlləri nədir? Niyyətləri sayəsində ibadətlərə çevirirlər ki, necə ki Muaz İbn Cəbəl radiyallahu anh sahabə deyirdi ki, mən gecə qiyamımın savabını umduğum kimi yuxumun da savabını Allahdan umuram, yuxumun da savabını. Mən niyyət nə? Niyyət odur ki, yatım,
kalkım yatım biraz dincelim. Güç kuvvet toplayayım. Bedenin hakkı var. Bedenin hakkını vereyim. Güç kuvvet toplayayım. Ondan sonra Allah'a daha cumrah şekilde ibadet edebileyim veya mesela gece erken yatın, teheccüd namazını kılıp yani bu yatmak normalde bir ibadet değil aslında. Düzdür? Ama niyet o adet. Niyet onu ninir ibadete çevrilir. Ona göre nedir? Hemen tekrarlayak. Gafirlerin ibadetleri adettir. Ariflerin yani gaflette olmayanların adetleri ise ibadettir. Yani meseleye dairiydi. Burada niye? Çünkü niyetle bağlı. E, emelleri dünyalık için etmiyor. Salih emelleri dünyalık için etmiyor. Ona göre ne dedi? Biz de o emelleri ümniyetle burada başka mevzu da var. Bizim vaktimiz yok aslında. Artık vaktindeki doldurduk artık olmasaydı. Yani bazı emeller var. İtaat ibadet nöğünden dediğimiz bir de adet nöğünden olan emeller. Yemeğidir mesela yatmağı az önce dediğimiz gibi insan yemeği böyle niyet etse ki ben bununla güç kuvvet toplamak için değilim. Mesela kimse Allah yolunda bir mücahittir. Yemeği yiyin ki Allah yolunda güçlü kuvvetli olsun. Ya, düşman kabağına çıkabilecek veyahut adi Müslüman ibadet edebilim rahat e, gümrah olun veyahut da ki hətta məsələn iş üçün, dünyalıq bir iş üçün, gedib özü üçün, ailəsi üçün insan dolanışıq üçün bir iş görəcək. Güc qüvvət toplayayım, gedim Allah üçün, yəni iş görüm, Allah üçün aləmi dolandırırım, onların üzərində haqqı var vesaire. Yani bu cür niyetlerle nedir? Adet mübah olan bir şeyleri ibadetlere insan çevirebilir. Niyet. Niyet elinde. Yani hakikaten İbn-i Hüseyin Rahimullah bu niyet hakkında çok güzel bir şeyler vardı. Bilmiyorum ya Riyazu Salih'in şerhinde səhv etmiyorsa hemen o emeller niyete göre herkese məsləhəti kim oxunuyubsa, hem de Türkçe tercümesi de var Ərəbcəsi olmayanlar için. Bu niyetlere veyahut e, olabilir karşıtıram. Səhv etmiyorum İbn-i Hüseyin veyahut İbn Recep o hemen o Cami kitabında 40 hadisin şerhinde. Orada niyete ait bir 50 sayfaya yakın yazır. Hemen o hadisin şerhinde. Yani orada nedir? Adca dəstəmaz almağı. Dəstəmaz almağa ne kadar niyet yani en azından dəstəmaz nedir? Namaz dəstəmazsız kabul olunmaz. Bu hadise əməl etmeyin. Veyahut ayette Allah buyurur. Ey iman getirenler namaza durduğunuz zaman ya namaz kılmak istediğiniz zaman e, yuyun bunu yuyun başınıza mes çekin vesaire bu ayeye emel etmeyin niyetiyle edilen bunu veyahut temizliği imandandır. Yani bu destamazın içinde ne kadar manalar var. Naslarda onun fezileti hakkında bazı şeylere vacibdir. Mesela namaz destamazsız kabul olmaz vesaire. Bu şeylere hamısının manaları yani ağlında tutaraq, mənaların nəzərə alaraq hamısını bu cür bu niyyətlərlə bunu edəndə insan subhanallah bir dənə dəstəmaz aldıqca nə qədər yəni savab qazanmış olur, onun nə qədər böyük bir ibadətə çevirmiş olur. Yəni sadəcə qəflətdə olduğu bir adət olaraq dəstəmaz alır, namaz qılın deyil. Bu cür niyyətin nə qədər önəmli olduğunu yani çok güzel orada açıklıyor. Yani yadımda kalan dedim orada bir neçə bu cür misallar çekip diyeceğimiz bu kadar. Onsuz da vaktimiz de doldu. Dünyalar geyiklerini çoksun okuduk. Ve akulu kavle hâni ve estağfurullah li ve lekum ve lisâil muslimin. Subhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Allahümme salli ve sellim ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.